Bir kez daha salam kanalıma ve videoma hoş geldiniz. Mən artıq dişimi falan fırçaladım. İndi gəlin sizlərlə birlikdə yerimi yığışdıraq. Və gördüyünüz kimi sizlərlə birlikdə yerimi də yığdıq. Bu arada burada da mikrofonum Zərətqə yığır. Bir də dünən mən kitab rəfimdə işlətmədiyim kitab, bloknot, hər hansısa bir əşyaları gətirib bura qoydum. Çünki bunları biz korobkaya yığıb balkona qoyacağıq. Hətta dedim ki, sizlərə də belə göstərdim. İndi sizlərlə birlikdə hazırlıq müəlliməmin verdiyi tapşırıqlar işləyəcəyik. Gəlin anda başlayaq. Mən artıq dərslərimi eləyib bitirdim. İndi gəlin sizlərlə birlikdə bu kitablarımı falan çantama birlikdə yığaq. Bu arada fevral ayıdır, amma günəş çıxıbdı. Bu necə ola bilər? Yəni baxın. Mən artıq yeməyimi yedim. Gəlin birlikdə bunu sizlərlə sınayaq. Bu arada mən də heç sınamamışam. Sizlərlə birlikdə sınayacağıq. Gəlin yoxlayaq, görək həqiqətən də dadlıdırmı? Görünüşü bu şəkildədir. Mən həqiqətən də dadını çox bəyəndim. Yəni çox qəşəng bir dad var. Mən indi axşam yeməyimi də yeyib bitirdim. Rəfimi düzəltmişdim və dedim ki, sizlərə də göstərdim. Üst rəfdə gördüyünüz kimi belə fiqurlar falan var. İkinci rəfdə belə bəzi bloknotlarım və dəftərlərim var. Bu rəfə keçdikdə isə işlədilməmiş təzə dəftərləri var və qolbaq düzəltmə seti, stiker və sair kimi şeylər var. Burada mənim kitablarım var. Bu rəf hələ ki boşdur. Burada məktəb kitablarım və hazırlıq kitablarım var. Ani bir qərarla mən indi duşa girirəm. Bu vlog gördüyünüz kimi səhərdən başlamadım. Dedim ki, bu dəfə fərqlilik olsun və 4-də işləmiş başladım. Onda indi gəlin sizlərlə birlikdə məktəb çantamı yığaq. Bu arada mənim məktəb çantam budur, klassik. İndi bir stəkan su içib başlayacağım Azərbaycan dilini yazmağa. Burada çox üzr istəyirəm ki, bugünə sizləri tam vloglaya bilmədim. Mən məktəbdən bir saat falan olar gəlmişəm. İndi dərslərimin demək olar ki, hamısını bitirdim. Bir dənə Azərbaycan dili qalıbdı. Sabah da sizlərə vloglayacağım. Bu belə istəyirəm ki, daha qarışıq bir vlog olsun. Həm də ki, belə 4-5 günlük bir vlog olsun deyirəm. Burada özümə yeni bir şeylər də almışam. Gəlin onları hətta sizlərə göstərdim. Beləliklə 2 dənə biri 3D stikerləri aldım. Bu Capybara aldı bu şəkildə. Bu isə Hello Kitty, Melody falan var. Bu şəkildədir. Bir də özümə Sona Angel aldım. Bunu hətta sizlərlə birlikdə birazdan açarıq. Burada mən artıq bütün dərslərimi bitirdim və dedim ki, hətta sizlərə penşamamı da göstərdim. Məncə çox şirindir. Bunu bu arada mən Temu'dan vurmuşdum. Çünki bəyənmişdim və Temu'dan da aldım. Bunu göstərməyi də unuttum. Hətta belə yaxından da göstərdim. Bu şəkildədir. Yəni mən həqiqətən də aldıqlarımı çox bəyəndim. Məncə çox şirin görsənir. Evdə bir dənə banan tapdım. Bunu yeyəcəm indi.
Dünən xatırlayırsınızsa biz sizlə bunu açmışdıq. İndi gəlin sizlə birlikdə bunu açaq. Bunun içərisinə heç mən də özüm baxmamışam. Mən bu arada gedirəm bu videonun başlıq hissəsinin şəklini düzəltməyə. Bir şey deyim, mən məktəb dərslərimin hamısını bitirmişəm. Bunu da demək istədim. Bir küləkdir ki, indi belə sulu qar yağır. Yəni həqiqətən də hava çox küləklidir. Bəlkə də videoda çox hiss olunmur, amma həqiqətən də dəhşət çox küləklidir və çox soyuqdur. Mən yulafı hazırladım. Sadəcə evdə banan qalmadığı üçün üzərinə banan qoymayacağam. Soyuq havada təbii ki də isti bir çay. Bu arada həqiqətən də hava dəhşət çox küləklidir, amma mən hazırlığa getməliyəm. Saat 3-də orada olmalıyam və 5-in yarısı hazırlıqdan çıxacağam. Çox soyuq olduğu üçün təbii ki də qalın geyinməliyəm. Onda gəlin birlikdə kombin seçək. Əslində mən kombinimi seçmişəm. İndi gəlin sizlərə göstərim. Təbii ki də papaq, əlcək və şərf mütləq olmalıdır. Belə bir dənə qalın kalkutkam var, bunu geyinəcəm və belə bir dənə uzun qollu şalvarlı bir dəstim var və bu isə mənim kurtkamdır. Saçımı bu şəkildə at quyruğu yığdım. Bir də bunu deyim, mən artıq hazırlıqdan gəlmişəm. Hardasa bir 2-3 saat olar. Amma o aralarda çox video çəkə bilmədim. Orada hələ də hava küləklidir. Deyəsən çöldə sulu qar yağır. Yəni küləyin səsi bura qədər gəlir. Əgər sabah belə külək olsa, mən məktəbə getməyəcəm. Bir şey deməyi unutdum. Mənim saat 9-da hazırlığım var və mən əslində indi duşa girməliyəm. Amma tapşırığı da yazmalıyam. Birinci mən tapşırığı yazacağam. Onsuz da müəllimə cümlə vermişdi axırıncı dəfə 10 dənə cümlə yazmaq. Mən o 10 dənə cümləyi yazım, sonra duş alım. Sonra yenidən görüşərik. Çox təəssüf ki, bu vlog bugün bitir. Amma sizlərə çalışacağım ki, tez-tez vloglar atmağa. Əgər istəsəniz, gələn həftəndə sizlərə vloglaya bilərəm. Belə bir həftəlik bir vlog alınır. Gördüyünüz kimi sizlərlə birlikdə ingilis dili müəlliməmin verdiyi cümlələri yazdıq. Mən duşa girim, sonra duşdan çıxım, birlikdə baxımlar edək. Saçlarımı qurutdum. Bu şəkildə aldım. Bu stəkanda hazırlıqda yanıma su qoyacağım. Təbii ki də bir stəkan çay və biraz malako. Artıq hazırdır gördüyünüz kimi. Mənə nuş olsun.